İki məşhur saç boyası, palet və siyoz. Tərkiblərində insanda xərçəng yaradan maddələr tapılıb. Bu, təbii ki, Avropada böyük bir sensasiya səbəb olub və bütün piştaxtalardan bu iki saç boyası və onların şampunları yığışdırılır. Bizim ölkəmizdə isə hələ də marketlərdə bu firmaları görürük. Sponsor Saf Hospital. Siyoz və palet saç boyasında xərçəngə səbəb olan maddə tapılıb. Bu iki brendin məhsulları təcili olaraq Avropa mağazalarının rəflərindən yığışdırılır. Saç boyalarının tərkibində çiçək qoxusu verən liliya aldehidi maddəsindən istifadə olunur. Bu, xərçəngin inkişafına və reproduktiv sistemin disfunksiyasına kömək edir. Buna görə də 2022-ci ildən etibarən Avropada bu maddənin istifadəsinə qadağa qoyulub. Əvvəllər bu qadağan olunmuş maddə premium ətirlərdə, taft muslarında, həmçinin Dove, L'Oreal və kosmetikalarında da aşkar edilib.